deyirsiniz ki bircə dəqiqə mənə qulaq as, mən axıra qədər sənə danışdım, onda mən siz bilirsiniz nəyə cavab verin. danışdım, danışıb canını. Ay 4800 nəfər. Adət xanım deyir ki, özü etiraf elədi ki, familin zaktı mən hər yerdə demişəm ki, mən hər yerdə demişəm ki, insan birinci zaksla ərə getməlidir məni kimi. Əgər sənədin düz deyilsə, bu oğlan da ya da gələcəkdə alınan əmlaklar birgə nikah dövründə istəmir ki, qadına ki, bizim bəzi insanlarda var, belə bir fikir var. Deyir, barlanaram bundan boşansa, zatı qırıq bəzi adamlarda. Gedim boşanım, əmlak bölünsün, elə bilir kef eləyəcək. Amma sən toy nədən ötürüdür Seva? Toy, şahidlik, nikah şahidləri yığılır ora. Heç zaks kəsilməsə də bütün elçilik nədən ötürüdür? Elçilik nədən ötürüdür? Cavab ver. Nişan taxma nədən ötürüdür? Orada sənət ki, olmur elçilikdə. Nənə, baba, xala, bibi xeyir-dua verir. Ağsaqqallar gəlir ki, sabah kiminsə xıttəyinə yapışacaq. Sən mənim qapıma subay oğlan adıyla bunu elçi gəlir. Bəlkə gedib Qırğızistanda zaks kəstir, vay qız. Azərbaycanda subay görünür. Azərbaycanda subay görünən adam Qırğızistanda zaksı ola bilər. Olmasın deyə. Mən zaksdan danışıram. Zaksdan. Zaksı deyirəm də. Ağbirçəklər heç olmasa yığışsın. Oğlanın sənəd düz deyilsə. Öz ərin. Mən fikrimi necə eləyim? Bir insan birini sevirsə, özünüz bayaq dediniz ki, subay olduğu təqdirdə. Sevən adam gedər birinci adamı qulaq asmağa bacarmırsınız. Elçisin gedir. Sənə sual verirəm. Vəfanın evinə famil tərəfdən kim gedib elçi? Ay xanım, baxın. Mən sizə sual verirəm. Sənədi qoyur qırağa. Familin arvadı Elviranın evinə, familin nəsli xanım, məni dinləyə bilərsiniz. Siz məni dinləyə bilərsiniz. Siz öz dediyinizi inkar edən insansınız. Mən sənə böyle də dinləyəcəm. Bir cədənə sualıma cavab ver. Mən sizə sual verirəm də. Mən sizə sual verirəm. Mən sənə sual verirəm ki. Anam yoxdur, atam yoxdur. Anam yoxdur, mən sənə cavab vermək istəyirəm axı. Onlar bir dənə danışım mən. Anam yoxdur, atam yoxdur, dədəm yoxdur da, yəni nəslim. Kimi göndərib elçi? Üzün kimi yanında. Bir dənə dinləyin də məni. Mənim bugünkü gündə gördük də toyunu da, hər şeyini də. Siz məni eşidə bilərsiniz. Mən eşidə bilərsiniz. Bircə dəqiqə. Mənim izləyicilərim bilir ki. Mən çıxacam indi canlıdan. Yox, bircə dəqiqə. Mənim bugün toyumda iştirak eləyə biləcək bir böyüklərim yoxdursa, sabah mənim ürəyim, onlar bir dənə danışımda, onlar bir dənə. Qonşu da yoxdur. Mənim bugünkü gündə danışdığım məsələsiz. Sən düzsən, ay qızlar, Sevinç düz deyir nəyi? Gedin, Sevinç dediği kimi yaşayın. Sevinç deyir ki, mən sevirəm mən sizə sual verirəm. Mənəvi dəyərlər nə demək? Mənim bu günlərim, əgər böyüklərim yoxdursa, mən sabahsı gün, bax, mən də elə ondan danışıram. Allahdan böyük deyilsiz, nə də qohum məqrəbi Allahdan böyük deyil. Mənim bugünkü gündə sevdiyim bir insan olsa, sevərək, ürəyimi qaptırdığım, həqiqətən də həyatımın sonuna qədər onunla insanın əvvəlinə subay yazdı, evli yox. Bir dənə qulaq asın da. Evli insan yox. Mənim üçün dövlət kəbini sadəcə uşağımın gələcəkdə olacaq uşağımın. Ay qurban, sual verirəm. İnsan subaydı mı, evlidir mi? Onlar danışım. Evli olmaz Azərbaycan Respublikasının konstitusiyası. Onlar danışım. Mənə lazım deyil Azərbaycan Respublikasının dövlət nigahı. Mənə Allah qatında kəsilən dini kəbin lazımdır. Pardon, mən konstitusiyanı tanımayan adamla nə danışım? Ay xanım. Mal mülk davası üçün, gələcəkdə uşağın soyadı üçün lazımdır o dini nikah. Mənə gətirəm. Dinidən danışmıram. Mən dini nikahı qəbul eləmirəm. Dövlətin qəbul edirəm. Mən sevdiyim bir insanla, siz axı özünüz də dini nikahlı evli olmuşsunuz da. Mən kiminləsə dini nikahlı sevib ailə qursam, Allah qatında ailə qursam və mənim şahidlərim olsa oğlan tərəfdən və mən tərəfdən, sizcə o dini nikah sayılmır? Evli kişi ilə sayılmır, o düzgün nikah deyil o. Mən subaydan danışıram. Mənim evli kişi anlayışım zaksdan ibarətdir. Eyni şeyi burada deyil ya. Baxın, mən də sizə yəni burada deyirəm. Mənim üçün əgər bir kişinin kiminləsə, hansısa bir qadınla zaksı yoxdursa, o evli kişi sayılmır. O kişi deyirəm, famil kimi evlidirsə, famil kimi evlidirsə, o mənim üçün keçərli deyil. Amma Mamet kimi subay olubsa, görsən özərimi deyirəm. Mamet kimi evli necə? Zaksa da düşmə. Familin arvadı var da, Şəmkirdə arvadı var, bilmirsən? Zaksı var. Özü bilər. Ay bacı, sən niyə onda arvadı deyil? O arvadı deyil. Ay bacı, famili arvadı almaq üçün elçilər gedib, nişan qoyulub, ağsaqqalları yığıb aparıb, qapısına, ondan sonra toy olub. Hətta bəlkə nikahlı bəlkə zaksı da var. Yoldaşıma deyərəm öyrənər. Ondan sonra da 100 adamı uşaq doğuzdurub. Sən də bilirsən ki, mən düz deyirəm. Bir dənə yerdə onda onun arvadı olaraq. Yerdə bizim fikrimiz nədə toxuşur? Əgər sənin sevdiyin oğlan subaydırsa, zaksa girməsəz də mən sizi ər-arvad kimi tanıyacağım. Heç toy da eləməm. Heç toy. İki subay adam,
İki subay adam heç evlənməsin. Getsin səhərə qədər flört eləsin. Ömrünün axırına qədər flört elə. Kim nə deyə bilər? Hə. Anormal deyil. Famildə zaks yoxdur da subay oğlandır. Şəxsən. Məsələn, bütün Avropanın yarısı Nadət xanım, saksı olmayan kişi subaydı da zaten. Ne olsun ki, qıraqda onları yox, xalq tərəfindən sübutu varsa ki, bunun ailəsi var. Azərbaycan balaca yerdir. Sən də bilirsən ki, konkret famildən deyirsənsə, famil bugün gəlib deyir ki, Vəfa mənim arvadım olmuyor. Yox. Olmuyor. Olmuyor. Bəli. Sizə deyibdi də onu, düzdür? Yoldaşım Mamedə deyibdi. Səs yazıları da var. Mən də buradan, mən öz adımdan danışıram. Siz deyirsiniz ki, məni kimsə danışdırır bu arada. Mən öz fikrimi deyirəm, kişi qızı kimi deyirəm. Mənə indi Mansur bəy İstəyir familin timsalında, istəyir familin timsalında bütün kişilər, hansılar ki, evində arvadı ola gedib kənarda hansısa bir qızın saqqızını oğurlayıb, ona uşaq doğuzdurursa, özdə bir yox iki, o mənim üçün cındır oğlu cındır, nakişi oğlu nakişidir. Sənin fikrini alqışlayıram, özün bilərsən. Mənim öz düşüncəm. Axşam danışmaq istəsəniz, mən indi hal-hazırda uşağımı evə aparmalıyam. Axşam mən istəyirəm, sənin Siman da burada olsun. Qəşəng bir canlı yayım eləyərik. Axşam saat 10 sənin... Axşam 23:00 uyğundur sizə? Uyğundur. Afət xanım. Mən sevirəm bu cür qızlarla polemika eləməyi. Kimdir? Şrek'e oxşayan bir dənə kişi düşüb o bu boyda qadın. Sən onu bəlkə Vəfa onu kimi görür. Sevən könül göyçək olar. Sənin üçün Şrek'e oxşaya bilər. Famil içində o qədər ölən qızdır. Mamet mənim üçün dünya yaraşıqlısı kişidir. Kişinin yaraşığı, onun əqidəsi, duruşu, davranışı. Kimisə təhqir eləyirsən burada, ona məsələn pis sözlər deyirsən. Qoy famil versin məni məhkəməyə. Siz niyə narahatsınız ki mənə görə? Söhbət o familin məhkəməyə verməkdən getmir. Onun hüququ yaranır, söhbət yox. Amma bizim Azərbaycan kişiləri inanmıram xanımlar məhkəməyə verər. Ayafət xanım, axırıncı səfər sizi 6500 nəfər nə vaxt izləyib? Deyim də, 3 gün bundan əvvəl vicdoğanlarla bağlı mövzu eləyəndə 11 minə qalxdıq. YouTube'da var. 3 gün bundan əvvəl kaydı. Sevinç xanım, sizin Azərbaycan haram bir universitet olarsanız deyim. Sevinç xanım, universitet oxumusunuz. Mən sizi oxumasaz da universitet oxuyan xanım kimi belə qəbul elədim. Çünki çox bəzi danışıqlarınızda məntiq var idi. Gəlin axşam diplomlarımızı göstərək də. Gəlin canlı diplomlarımızı göstərək. Gəl göstərək, gözdə gətirin. Mən indi hardan göstərək? Hovuzdan dalımdan çıxartmalıyam onu. Evimdədir. Qabağımdan çıxart, nə bilim harandan çıxart. Yəni mən getmişdim gətirmək. Mən sizə dedim axı hovuzdayam. Sizə zaksımı da gətirim, diplomlarımı da gətirim. 12 dənə evimin kupçasını da gətirim. Bir 4 kilo pulumu gətirim. Nə istəyirsən göstərim. 4 kilo pul. Kilo oynadım mən. Yəni, yaxşı, bax, mən diplomu da göstərəcəm axşam canlı, o da problem deyil. Amma mən sizə deyə bilərəm ki, diplom, vallahi da, bax, o zaks kağızı kimi olan bir kağız parçasıdır. İnsanın beyni boşdursa, əqidəsi yoxdursa, istəyirsən ona 100 dənə diplom al, ver. O elə, bax, ömür boyu da qabı boş, içi xarab olur. Mən bilirəm nə edirsən, amma izah eləyənmədim. Gecə saat 11-də Azərbaycan vaxtı ilə canlımızı davam eləyəcək. İndi mən Mansur bəylə burada anons qoymuşam duzu. Onunla mən qoşulmalıyam. Ağsaqqal kişidir. Onu gözlətməyim. Sən də hovuzda zaqarını al. Bacına bənzə zaqarda. Maçı. Mən özümə bənziyim, mənə kifayətdir. Yox, zaqarda. Sən zaten bu irilikdə gözü olan qıza nətər bənziyə bilərsən ki? İstəsən də bənziyə. Nasbər xanımdır, mənəm Təranə Qumraldır. Biz bir-birimizə bənziyə bilərik. Allah hər birimizin üz cizgilərimizdən danışmıram, amma o iç daxili gözəlliyimizi əlimizdən almasın inşallah. Amin. Allah heç kimin ərindən deyə bilməyi ki, o mənim ərim budur, eləyib ortaya çıxardamayın. Allah elə şeylərə bizi salmasın. Öpürəm səni 11-də canlı yayımdayım. Oldu, hələlik. Sağ ol. Sən çıx, mən müəllimi bura dəvət eləyim. Görürsünüz dostlar, abırın İrandan bizim professor qoşulacaq. Danışa bildim nə?